Əziz tamaşaçılarımız, Elor Çılçıraqdayıq və bu gözəllikləri sizə göstərməkdən qürur duyuram. Xüsusən də Pərviz müəllimin təqdimatı doğrudan da bir başqadır. Çox sağ olun Hülya xanım. Hər vaxtınız xeyir olsun. Mən tamaşaçılarımızı salamlayıram. Bir neçə vaxt ki biz çəkiliş eləmirdik. Hələ biz bu gün Hülya xanımla belə qərara gəldik ki, ölkəmizə, mağazamıza gətirdiyimiz yeni məhsullarımızdan söhbət açaq və müştərilərimiz görsün ki, biri-birindən gözəl çılçıraqlarımız, dekorlarımız, stollarımız, şəkillərimiz, ondan əlavə divar işıqları, saatlar, güzgülərimiz, konsollarımız gəlib, jurnallarımız gəlib bu məhsullarımızdan yararlana bilərlər. 3 mərtəbə mağaza. 3 mərtəbəli mağazadır, belə. Hal-hazırda mağazamızın 3-cü mərtəbəsindəyik. Sırf dayandığımız məkanda neoklassik üslubda olan modellərdən söhbət açmaq istəyirik ki, indi bilirsiniz ki, bizim bütün mənzillərimiz, təmirlərimiz, dizayn arxitektorlar yəni neoklassik üsluba daha çox üstünlük verirlər deyən, bunlara tələbat çoxdur deyən bu məhsulları başlamışıq yəni ölkəmizə gətirməyə. Elə başlayaq elə qarşımızdakı masa üstü bu gözəl çılçıraqdan fikir verirsiniz. Rəngli xrustallar da mövcuddur. Yəni həm konyaşlı xrustallar var, həm firuzəyi rəngdə var, həm şəffaf şüşələrlə oval formasındadır. 1 metrə 60 sm uzunluğundadır. Eni deməli 70 sm enindədir. Mətbəx gedə bilər adanın üstünə. Çox maraqlıdır, çox qəşəngdir. Qeyri-adidir, bəli. Ensiz, hündür, uzun koridorlarımız, eyvanlarımız var. Koridora gedə bilər. Zalda stol üstü, masa üstü yəni vurula bilər. Və eni ilə həmən modelin özünüz görürsünüz dairəvi forması da var, 1 metrə diametrində. Yəni bu iki dənə çılçırağı belə deyək, hardasa 40-45 kvadratlıq otağa çox gözəl yaraşar, çox maraqlı görsənər. Ondan əlavə qonaq otaqları üçün olan çılçıraqlardan yox, digərlərindən də söhbət açmaq istəyirəm. Baxın bu çılçıraqlara, görün nə gözəldir. Yəni 1 mərtəbə civarında olan 80 sm diametrində olan da var, bir halqalıdır. Bu birisi 2 halqalıdır. Deməli 90 sm, orta halqanın da diametri 50 sm-dır. Yataq otaqları üçün bu modellər çox möhtəşəmdir. Əgər sözsüz qonaq otağında köməkçi işıqlar varsa, yəni spotlar mı deyim, gizli işıq mı deyim varsa, yəni bu çılçıraqlardan da yararlanmaq olar. Çox gözəldir, çox maraqlıdır. Ondan əvvəl xanım, görün nə gözəl çılçırağımız gəlib yeni. Nə qəşəngdir. Daşlarını görürsünüz. Par-par yanır, çox gözəl modeldir, incə modeldir. Bu çılçıraqların həm qızılı, həm gümüşü rəngi mövcuddur. Divar şumburaları mövcuddur. Həm ağ işıq yanır, həm sarı işıq yanır. Ağla sarı işığın qarşığı da yanır. Hardasa bir 30 kvadrat üçün nəzərdə tutulub. Balaca ölçüləri də var. Yəni istənilən otaq üçün, istənilən otağın kvadraturasına uyğun, yəni məkanımızda biri-birindən gözəl çılçıraqlardan müştərilərimiz rast gələ bilərlər. Qarşısındayıq. Bu gözəl masadan söhbət açmaq istəyərdim. Yəni sırf həyət üçündür. Yəni müştərilərimiz fikirləşməsin ki, orada yalnız çılçıraqdır, yox. Bayaq söylədiyim kimi həm bağ mebelləri var. Belə deyək, mənzilə aid nə istəsəniz orada yəni tapa bilərsiniz. Belə gözəl dekorasiyalardan. Və bu gözəl stolu məsəl üçün mansard tipli məkanda, bisetkada, qış bağında və yaxud həyət evlərində məsəl üçün açıq bisetkada, yəni bu stoldan istifadə eləmək olar. Dairəsi 1,80 diametrindədir. 1,60-lığı, 1,50-liyi də var. 12 nəfər sərbəst əyləşir bunun ətrafında. Materialı plastikdir. Sabah yəni müştərilərimiz də bilsinlər ki, adətən fikirləşirlər ki, belə bir stolu aldım, sabah bunu hara qoyacağım, harada yerləşdirəcəm. Mən müştərilərə qısaca bir izahat verim ki, həm bu hissəsindən, həm o hissəsindən mexanizm var ki, bu stolun. Bu kitab kimi qatdalanır. Eni cəmi bu boyda yer tutur. Cəmi eni bir 15-20 santlıq yer tutur. Harada istəsəz, yəni gizlədilib qoyula bilər. Çox qəşəngdir. Material özü plastikdəndir. Bəli, yağışın altında qala bilər. Stullar özü plastikdəndir. İstəsəz, məsəl üçün, həyət evlərində bunu su ilə, şlanqla yumaq da olar. Heç bir problem, yəni bu üzləşə bilməz müştərilərimiz. Qatdala qoy kənara, qonaq gəldi, aç həmən. Çox qəşəngdir. Hətta mən bunu müştərilərimizə qiymətin dedim. Görürsünüz, 575 manatdır. 1,80 diametrindədir. Belə, çox maraqlıdır. Stulların hər biri 78 manatdır.
Çox. Bunlar da kauçukdandır. İç-içə girir. Yəni maraqlı Bunun görsənir. balacası da var idi. Balaca ölçüsü də var bizdə ikinci mərtəbədədir. Onu da müştərilərimizə bəli göstəririk. Görün nə gözəl kartinalarımız, şəkillərimiz gəlir baxın. Biri-birindən gözəl. Yəni çox qəşəngdir, çox maraqlıdır. 80 sm enindədir, 1.60 uzunluğundadır. Qiyməti də çox münasibdir. 295 manatdır. Müştərilərimiz bilsinlər ki, Atəş bəy bizim mağazada nə seçsələr, istənilən məhsula endirim kampaniyası var, endirim olunur. Hamıya necə, bütün müştərilərə eyni gözlə baxırıq. Sərcan, bu gözəlliklərdən danışaq. Çox gözəldir. İndi sözsüz belə bir çılçırağa hündür tavan lazımdır. 350-360 hündürlüyü olsa kifayətdir. Masa üstü çox möhtəşəmdir. Bizim özümüzə ilk dəfədir gəlir bu model. Çox maraqlıdır. Onun bu cür nə belə dairəvi forması da var. Yəni abedin stolunun üstünə qoyula bilər. Məhkii zonada bu çılçıraqdan yararlanmaq olar. Və yaxud da dediyim kimi mətbəxdə adanın üstünə qoyula bilər. Həmçinin onun belə dairəvi şar formasında, dairəvi formada da belə maraqlı modeli var. Bu modellər çox gözəldir. Baxın, inandırım sizi bu məhsullar gələndən bizim özümüzə hardasa 15-20 gündür gəlib. Yəni müştərilər o qədər göz oxşuyur ki, çox maraqlıdır. Yəni məsləhət bilirəm ki, gəlib bu məhsullardan yararlansınlar. Həmçinin bu çılçıraq görün nə gözəldir. Çox qəşəng modeldir. Bəli, hardasa bir 35 kvadrat, 30 kvadratlıq, yəni otaq üçün nəzərdə tutulub. Yataq otaqlarına çox üstünlük verirlər müştərilər bu məhsulu alanda. Çox maraqlıdır. Həmçinin görürsünüz, belə buzlu şüşələrlə belə çılçırağımız gəlib. Yəni çox qəşəngdir. Hardasa bir 25-24 kvadrat üçün nəzərdə tutulub. Belə deyək ki, Ülviyə xanım, hər verişimizdə söyləyirik, zövqlər ümumiyyətlə fərqlidir. İstənilən zövqə uyğun müştərilərimiz gəlib mağazamızdan məhsulları tapa bilərlər. Bu məhsullardan evlərində yararlana bilərlər. Çatdırılma və quraşdırılma bizim şirkətin hesabınadır. Yəni mağazamız Həsən Əliyevlə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 194A ünvanında yerləşir. Belə deyək, Azərtürk Banka bitişik düz svetoforun altında 3 mərtəbəli lüstra mağazasıdır Elor. Əlaqə nömrələrimiz 050-214-0039 nömrəmiz aktivdir. İstənilən vaxt müştərilər bizi narahat edə bilər. Ondan əlavə bir mağazamızda Sədərək Ticarət Mərkəzinin girişində meyvəli deyilən bazarla üzbəüz Elay mağazamız var. Biz yəni müştərilərimiz üçün bu rahatçılığı da eləmişik ki, Ülviyə xanım. Yəni müştəriləri ora yaxındır və yaxud çox adam istəyir bazar tərəfdən gedir, maraqlanır modellərinə və o nöqteyi nəzərdən orada da biz Elorun o məkanını açmışıq ki, Elorun məhsullarından müştərilərimiz orada da yararlansınlar. Elora gəlsinlər, Elorun məhsullarından yararlansınlar, evləri həmişə işıqlı olsun, çılçıraqlı olsun. Sizə təşəkkürümü bildirirəm. İnşallah mən sizə söz verirəm ki, bundan sonraki verişlərimizdə də biri-birindən gözəl gələn mağazamızı, yenilikləri müştərilərimizə, tamaşaçılarımıza göstərərik. Amma ən yaxşısı odur ki, özünüz Elora gəlin, Mütləq. bu gözəllikləri gözünüzdən görün. Axşam saat 9-a qədər mağaza fəaliyyət göstərir. Bəli. Sağ olun, təşəkkür edirəm.